kompleks ədədin qüvvətini istəyir. Yəni bu kompleks ədədlər mövzusuna aiddir. Deməli, kompleks ədədlərin qüvvəti düsturu var. Z üstü n bərabərdir r üstü n kosinus n fi üstəgəl i sinus n fi. Burada r nədir? Kompleks ədədin moduludur. Modul nədir? Yəni r bərabər kök altında həqiqi hissənin ədədin kvadratı ilə, yəni kök altda 3-ün kvadratı üstəgəl xəyali ədədin kvadratı. Yəni bu i-nin əmsalı 1-dir. 1-in kvadratı deməkdir. Bu eləyəcək kök altında 4, ondan da kök 2 çıxır. Deməli, kompleks ədədin modulu 2 oldu. Fi nədir burada? Fi burada tangens alfa, yəni tangens fi də deyirlər buna. Əslində fi yazaq. Tangens fi bərabərdir xəyali ədədin həqiqi ədədə nisbəti. Yəni 1-in kök altda 3-ə nisbəti. Tangens 1 böl kök altda 3-ü harda alır? Fi bərabərdir. Pi bölünsün 6-da alır. Yəni 30 dərəcədə. Bəs n nədir burada? N isə bu kompleks ədədin dərəcəsidir. Yəni 9. N bərabərdir 9. N-i gətirib hər birini yerinə qoyub yazaq. Z üstü 9 bərabərdir r üstü 9, 2 üstü 9 vur. Kosinus 9 vurulsun pi böl 6. Üstə gəl i sinus 9 vurulsun pi bölünsün 6. Bərabərdir. Yenə 2 üstü 9 yazaq bunu. Bunlar ixtisar getsə 2-də 3 qalacaq. Kosinus 2-də 3 pi üstə gəl i sinus 2-də 3 pi. Və burada da 9 ilə 6 ixtisar getsə 3-ə 2-də 3 qalacaq. Bərabər 2 üstü 9 eləyir 512. Kosinus 2-də 3 pi, yəni 270 dərəcədə kosinus 0 alır. Bura 0 olacaq. Sinus isə 1 alacaq. Daha doğrusu mənfi 1 alacaq. Mənfi 1. Yəni i-ni mənfi 1-ə vururuq. Bu olacaq 0 üst çıx i. Mənfi i yəni. Bərabərdir. Bunu da vursaq mənfi 512 i-yə bərabərdir. Biz ifadəni sadələşdirdik. Oldu mənfi 512 i.